Salamlar herkese. Bugün yine yeni, maraqlı, herkesi maraqlandıran suallarımızı cevaplayacağıq. Birinci sualımızla başlayırıq onda. Doktor, sizcə lokal arıqlamaq mümkündürmü? Məsələn, qol və yaxud da təkcə qarın nahiyəsində? Bəli, əlbəttə. Əslində fiziki olaraq siz bunu əldə edə bilməsəz də, biz bunları lipolitik deyilən prosedurla tam şəkildə əldə edirik. Lokal sırt bədən piylərindən istifadə, bədən lipolitiklərindən istifadə etməklə lokal nahiyədəki piylərin ərdilməsi və həmçinin buxarda və üzdə olan artıq kütlələrdən də qurtulmaq istəyirsinizsə, sırf üz üçün, buxar üçün olan lipolitiklərdən istifadə etməklə piylərin ərdilməsi 14 gün ərzində tam nəticəni görürük, mümkündür. Doktor, bəs hansı daha effektiv olur? Aparat prosedurları yoxsa sizin dediyiniz inyeksiyalar? Əlbəttə ki, inyeksiya daha qüvvətlidir. Lakin bəzi inyeksiyalarımız vardır ki, bədən lipolitikləri, onlardan sonra pasiyent bir həftə müddətində aparatlardan, masajlardan istifadə etsə effektli olur. Digər bir lipolitikimiz mövcuddur ki, İtalya istehsalı qeyri-estetik, qeyri-cərrahi liposaksiya əməliyyatı effekti verir. Yəni əməliyyatsız liposaksiyanı əldə edirik. Bu lipolitikdən sonra isə qəti şəkildə aparat istifadə etmirik. Yalnız pasiyent bir ay korset taxmaqla istədiyi nəticəyə nail ola bilir. Doktor, bir də bəzi pasiyentlərdə bilirsiniz, hamiləlikdən sonra, yüksək çəki alıb vermə prosesindən sonra selülitlər qala bilir. Bəs selülitlərin müalicəsi mümkündürmü? Əlbəttə ki, mümkündür və selülitlərin qalma səbəbi həmin pasiyentin bədənində elastikliyin az olması, dərisində kollagen sintezinin az olmasıdır. Buna görə də biz sırf selülit üçün olan preparatlarımız vardır, xüsusi onlardan istifadə edirik və həmçinin bədəni kollagenlə təmin edir. Preparatın tərkibində kollagen olduğuna görə həm dərinin elastikliğinin artması, həm selülitin tamamilə aradan qalxması mümkündür və bu prosedur həftədə bir dəfə intervalla tətbiq olunur.